Hamıya salamlar. Sizləri xoş gördük. Bugün Ramazan bayramıdır. Əvvəla mən hamınızı bu müqəddəs gün münasibətilə təbrik edirəm. Allah tutduğunuz orucları və dualarınızı qəbul etsin. Bu günləri Şəki mətbəxinə aid olan bir şirniyyat, şəki olması hazırlayırıq. Doğrusu bu şirniyyatı hazırlamağımızı şəkilli bir izləyiciniz bizdən xahiş edib. Onun istəyi, xahişi üzərinə bugün bu şirniyyatı hazırlayırıq. Düzü birinci dəfə də hazırlayacağıq, amma bizdə çoxdan bəri olan bir kitabdan götürmüşük resepti. Bunu YouTube'da axtardım, tapa bilmədim. Google'də bir-iki yerdə rast gəldim, ancaq yenə də kitabdan götürdüm resepti. Kitabla hazırlayacağım. Kitabda resept nə dərəcədə düzgün verilib, onu bilmirəm. Əvvəlcədən şəkili izləyicilərdən üzr istəyirəm, çünki onlar daha yaxşı bilərlər bu şirniyyatın hazırlama qaydasını. Nəsə düzgün eləməsəm, məni məzur görün. Ancaq çox təəssüf ki, bu şirniyyatın hazırlanmasını daha yaxşı bilənlər, məlumatlı olanlar onu YouTube'da paylaşmayıblar. Bu video ilk olacaq. Şəki olması üçün bizə lazım olan ərzaqlar: 250 qramlıq stəkanla 4 dolu stəkan əla növ buğda unu, 80 qram kərə yağı. Kitabda 250 qramlıq stəkanla 1 dolu stəkan şəkər tozu verilir. Mən onu bir qədər azaldıram. Yəni stəkanın başını 1 sm əskik götürürəm. 250 qramlıq stəkanın 3də 2-si qədər ilıq süd, yəni 30-32 dərəcəyə qədər isidilmiş olmalıdır. 2 ədəd yumurta. Yumurtanın birinin sarısı üzünü bəzəmək üçün istifadə olunacaq. 1 silə çay qaşığı duz və ədviyyatlar. 1 silə çay qaşığı üyüdülmüş keşniş toxumu, qaşığın 3də 1-i qədər, çay qaşığının 3də 1-i qədər darçın, zəncəfil, hil, bir də cövüz. 3 qram quru mayadan istifadə edirəm. Mən indi onu çay qaşığına töküb göstərəcəyəm çay qaşığı ilə nə qədər olur. Əgər sizdə yaş mayadırsa 9-10 qram götürün. Üzərini bəzəmək üçün xaş-xaş və 5-6 tel zəfəran. İşə zəfəranı dəmləməklə başlayırıq. Zəfəranı əlavə edirik. Üzərindən qaynar su tökürük. Ağzını bağlayıb bir kənara qoyuruq, dəm alsın. Zəfəranı dəmləyəndən sonra ikinci iş ac xamra hazırlamaqdır, yəni opara. Bu şəki olmasının xəmiri opara üsulu ilə hazırlanır. Bir izləyicimizin dediyinə görə bu balata adlanır Azərbaycan dilində. Bir qədər südü qabın içərisinə tökürük, südün yarısını, 1-2 çay qaşığı şəkər tozu və 1-2 xörək qaşığı da un əlavə edirik, onu ələyirik. Və qarışdırırıq. Mayanı üzərindən əlavə edib yenidən qarışdırırıq. Qarışdırıb eyni cinsli hala salırıq. Üzərini bağlayıb bir kənara qoyuruq ki, qalxsın. Mən bayaq yadımdan çıxdım ayağını göstərmək. Baxın, çay qaşığı ilə bu qədər.
mayadan istifadə edirik. İndi yumurtanı sındırıb bir qəbin içərisinə hazır vəziyyətdə saxlamalıyıq. Birinin dediyim kimi sarısını ayırırıq, üzərini bəzəmək üçün istifadə edəcəyik. Acı xamrada olan maya aktivliyini göstərənə qədər biz unu ələyirik. Çox hissəsini qabın içərisinə ələdim, ancaq bir hissəsini də həmişəki kimi saxladım ki, yoğurmaq üçün istifadə edəcəyim ondan. Və onun içərisinə ədviyyatları əlavə edirik. Zəncəfildir, 3-1 çay qaşığı, darçın, hamısı 3-1 çay qaşığı, keşniş toxumu, bu 1 silə çay qaşığı, hil, o da 3-1 çay qaşığı və cövüz. Cövüzü mən indi rəndələyirəm. O da 3-1 çay qaşığı götürülür. Cövüzdür, zəncəfildir, darçındır, bir də hildir. Bunlar 3-1 çay qaşığı. Keşniş toxumu 1 silə çay qaşığı götürdüm. Bir qədər rendələdim cövüzdən də. Bir silə çay qaşığı da duz əlavə edirəm. Bununla ədviyyatları qarışdırıram. Una ədviyyatları qatıb qarışdırandan sonra şəkəri də əlavə edirik. Yenə də qarışdırırıq. Mən onu sizə göstərmədim. Hansı ki 2 ədəd yumurtanın sarısını düzdür ayırmışdıq, bir kənara qoymuşduq. Mən də onu kənara qoymuşam. Bir yumurta bütöv, bir də birinin də ağı. Onun üzərinə dəmlədiyim zəfəranın çox hissəsini əlavə etdim. Az hissəsi, baxın burada qalıb. Çox hissəsini əlavə etdim və yumurtanı çaldım. Həmin yumurtanı da xəmirin unun üzərindən əlavə edirik. Yəni xəmirə əlavə edirik və yağı əritmişəm, yağı da əlavə edirəm. Bu vaxta qədər acı xamra da qalxıb hazırdır. Onu da əlavə edirik. Və üzərində südün qalan hissəsini, südün bir hissəsini acı xamra hazırlığında əlavə etmişdik. Qalan hissəsini də xəmirə əlavə edirik. Və əvvəl qaşıqla qarışdırırıq, sonra qaşığı çıxardıb əlimizlə yoğuracağıq. Qaşığı çıxarıram və əlimlə yoğurmağa davam edirəm. Bir qədər yoğurandan sonra yerdə qalan unu da əlavə edirəm.
Və eyni cinsli kütlə halına qədər yoğururam. Süd az oldu. Mən 1-2 xörək qaşığı da əlavə etdim. Yəni çox əlavə etmədim. 1-2 xörək qaşığı. Artıq saat yarım keçib, xəmir kifayət qədər mayalanıb, qalxıb. Şimdi biz yıxayanın üzərini unlayırıq. Xəmiri yıxayanın üzərinə boşaldırıq. Silindir formasına salıb hissələrə parçalayırıq. 2 hissəyə ayırırıq. Həmin hissələri kündələyirik. Əlavə etdiyimiz ədviyyatların ətri çox gözəl gəlir, hələ pişməmişdən. 2 kündə hazırlayırıq, üzərini örtürük ki, bir qədər də yer mayası alsın. Kündələr bir 10 dəqiqədə yıxayanın üzərində qalıb yumuşalandan sonra sobanın tavasını yağlamışıq, bir qədər də un səpmişik. Əlimizlə kündəni açırıq. Diametri 18-20 cm, qalınlığı isə 1 cm yarım və yaxud da 2 cm qalınlığında fətir formasına salırıq. Buna həm də fətir də deyirlər. Əlimizlə bu şəkildə kündəni açırıq. Və üzərini bəzəyirik. Bir qaşıqla, baxın, üzərinə bu şəkildə bəzəklər vururuq. Baxın, bu formada üzərini bəzəyirik. Üzərinə naxış vururuq. Və yenidən üzərini örtürük. Bir qədər də sobanın tavasında qalır. Kündələrdən birini düzəldəndən sonra digər kündəni də həmin qaydada bir başqa soba tavasının içərisini yağlayırıq, bir qədər unlayırıq. İçərisində əlimizlə yayırıq. Belə edirik ki, bir-birini dalınca sobaya verə bilək. Yayandan sonra birincisi kimi bunun da üzərini qaşıqla bəzəyirik. Üzərinə qaşıqla belə bir naxışlar vururuq.
digər gündən də düzəltdik, üzərini örtürük. Artıq bu bir gündə 10 dəqiqədir ki, sobanın tavasında qalıb özünü tutub. İndi dediyim kimi, əvvəldə mən bir yumurtanın sarısını saxlamışdım. Həmin yumurtanın sarısını çalıb içərisinə zəfəran tökürəm. Çalıram. Zəfəranla birlikdə yumurtanın sarısını bu formada qarışdırırıq. Yumurta ilə sarısı ilə zəfəranı yaxşı bir qarışdırandan sonra fətirlərin üzərini, şəkil olmasının üzərini yumurtalayırıq. Yaxşı yumurtalayırıq. Yumurtalarından sonra üzərinə xaşxaş səpirik. Xaşxaş da səpəndən sonra 180-200 dərəcəli sobada 30-35 dəqiqə müddətinə pişiririk. İndi sobaya aparırıq. Artıq fətirimizi sobadan çıxartdıq. Şəkil olmasını dəmir şəbəkənin üzərinə qoyub soyuduruq. Yumurtalayandan sonra üzərinə xaşxaş səpirik. Və bunu da eyni birincisinin qaydasında 180-200 dərəcə sobada 30-35 dəqiqə müddətinə, yəni yenə də baxın, sobalar müxtəlifdir. Bu vaxtda arxayın olmayın, diqqət edin. Üzəri və altı qızarana qədər pişiririk. İndi sobaya. Artıq ikinci fətiri də şəkil olmasında sobadan çıxartdıq, hazırdır. Mən də onu da şəbəkənin üzərində soyuduram. Birincisi artıq soyuyor. Şimdi onu kesip size göstereceğim içi necədir. Çok yüngüldür. Altı da bakın. Altı üzeri kızarır. İçərisi də belədir. Hələ tam soymayıb, ona görə də tam soyandan sonra kesiləndə en kəsiyi daha gözəl görünür. Ətri də ki çox gözəldir. Ədviyyatların ətri gəlir. Baxın bu qaydada. Görürsünüz. Bıçağı dəyişdim bir qədər, həmin bıçaq yaxşı kəsmirdi. Bıçaqla daha yaxşı kəsir. Həm də ki, dediyim kimi istidir hələ. Tam soyandan sonra daha. Bu qədər. Bu da mənim hazırladığım şəkil olmasıdır. Əgər bəyəndinizsə bu videonu like etməyi, kanalımıza abunə olmağı unutmayın. Siz də hazırlayın. Bir daha sonda bayramınızı yeni təbrik edirəm. Sağ olun, sağlıqla qalın.